Belə bir sual paylaşmışdıq. Cümlədəki mübtədanın ifadə vasitəsi nəyin hiponimidir? Sınaq paketlərimizdə 2026 çərçivəsinə uyğun yeni mövzulardan olan suallardandır. Həm Azərbaycan dilindən, həm ədəbiyyatdan sırf yeni mövzulara aid xeyli testlərimiz yer alır. Həmin testləri 051 537 90 86 nömrəsinə yazaraq WhatsApp-da əldə edə bilərsiniz və yaxud da onlayn dərslərimiz üçün qeydiyyat nömrəsi yenə həmin nömrədir. Bu sualda ilk növbədə diqqətli olmalıyıq mübtəda məsələsində. Çünki burada uşaq söz də subyektdir, amma mübtəda deyil. Çünki xəbərlə uzlaşmır və görürük ki, uşaq əyləşibə aiddir, fe'li bağlamaya aiddir və tərkibin içindədir. Uşaq skamyada əyləşib, hətta dincələndə. Bunlar da buna aiddir. Uşaq skamyada əyləşib dincələndə bir hekayə yadına düşdü. Yadına düşdü xəbər, hekayə mübtəda. Bizə hekayə lazımdır. Çünki mübtəda lazımdır. Hekayə nəyin hiponimidir? Yəni nəyə daxildir? Nəyin növüdür? Hansı o ümumiləşdirici bir ifadənin içində gedir? Lirik növ. Hekayə lirik növdə ola bilərmi? Xeyr. Çünki nəzm ola bilər, amma hekayə bilir ki, epik növə aiddir. İnsanın növü hekayədirmi? Xeyr. Əsərin bir növü hekayə ola bilərmi? Bəli. Əsərin içində hekayə də var. Deməli, düzgün cavab C. Oturacaq. Məsələn, skamya sözü oturacağa daxildir. Onun hiponim ola bilər, amma bizə skamya söz lazım deyil, hekayə söz lazımdır. İstirahət etmək bu da düz gəlmir. Düzgün cavab C.